Qardaş, xoş gəlmişsən. Necəsən? Nə oldu? Çox sağ ol, mənim dəvətimi qəbul edib gəldiyin sənə əziyyət verdi. Dəyərli izləyicilərimiz, keçən videoda Rahil qardaşımla ilk görüşümüz idi bizim. Yəni tam yaxından tanımırdı. Videonu çəkəndə, videonun axırında bilmişəm, Rahil qardaşım kiraya qalır. Maddi durumunu bilmirdi. Bu gün öyrəndikdən sonra zəng elədim, maraqlandı maddi durumuyla. Bu gün də bura, yəni bu videonu çəkmək üçün gəlmədi. Çox sağ ol, mənim təkidimlə gəldi. Yəni bu elə bir qardaşımızdır ki, bu yəni heç vaxt deməz ki, mənim ehtiyacım var. Yəni o qəhrəmanlığı eləyən, 13 yaşında o igidliyi eləyən, o dövlətinin ərazi bütövlüyü uğrunda sinəsini qabağa verən 13 yaşlı qəhrəman bu gün gəlib deməz təbii ki, mənim ehtiyacım var nəyəsə. Mən araşdırdım, qardaşımızın demək Bakıda kiraya qalır, evi yox, nə maşını var, nə evi var. Çox təəssüf olsun ki, belə bir qəhrəman qardaşımız bu günləri, yəni ailə həyatı belə qura bilməyib imkansızlıqdan. Çox təəssüf olsun. Kommentlərdə bundan öncəki videoda yazıblar, orada çox sağ olsunlar. Komment yazanlar hamı yazıb ki, belə qardaşımız kiraya qalır. Orada hələ bir komment var, yəqin ki, görürsünüz, orada yazıb ki, yəni Azərbaycan üçün belə bir qardaşımızın bu günlərin maddi durumunun sıfır olması utanc vericidir. Həqiqətən də, yəni ölkəmizdə dəyərli qardaşlarımız var, imkanı olan qardaşlarımız var və dövlətimiz belə bir qardaşımıza mütləq dəstək olmalıdır. Araşdırdım, öyrəndim ki, balaca qardaşı Əfqan Şərifov, şəklinin hal-hazırda görürsünüz videoda. Balaca qardaşıdır, Əfqan Şərifov 2020-ci il Vətən müharibəsində qolunu itirib qazidir. Bu ailə bu ruhda yetişdirilir, bu vətənpərvər, yəni heç nə təsadüfdən deyil də, yəni bu səni yetişdirən ananın əllərindən öpür qardaşım. Allah sənin valideynlərinin canını sağ eləsin. Allah rəhmət eləsin. Allah qənidən rəhmət eləsin. Siz bugünkü gündə, yəni bu ruhda yetişmişsiniz. Bunu da bugün bütün gənclərimizə dəstəksən. Sən bugün örnəksən ki, yəni bundan sonra səni tanıyan hər bir gənc sənin kimi olmağa çalışacaq. Bir il təxminən bundan qabaq, bir illik yarımından qabaq Natiq Qasımov bizim dəyərli milli qəhrəmanımız, Allah ona qəni rəhmət eləsin.